2008-ci il 4-cü qrup variant A. Sual 1. Enerjisi 1,8 10 üstü 11 joule olan cismin kütləsini hesablayın. Burada foton enerji düsturunu yazsaq, Y bərabərdir MC kvadratı. Bizdən M soruşur, ona görə M bərabərdir, Y bölünsün S'nin kvadratı yazarıq. Y'nin yerinə 1,8 10 üstü 11, S'nin yerinə isə 3 10 üstü 8-i kvadratı yüksəltsək, 9 vurulsun 10 üstü 16. Bunu hesabladığımız zaman eləyəcək 2 vurulsun 10 üstü mənfi 6. Bizdənsə milliqrama çevir deyir deyə olacaq 2 milliqram. Sual 2. Radiusu 50 cm olan, radiusu çeviririk, eləyəcək 0,5 metr olan dairəvi səth induksiyası B 0,8 Tesla olan bir cins maqnit sahəsində induksiya vektoru ilə 30 dərəcəlik bucaq əmələ gətirir. Səthdən keçən maqnit seli nəyə bərabərdir? İlk öncə burada fikir veririk ki, bu 30 dərəcəlik bucaq sahə ilə B induksiyası vektoru arasındadır. Yəni, bura S yazsaq, burada B yazsaq, bizə 30 dərəcə buranı veriblər. Lakin biz həmişə B ilə normal arasında qalan bucağı tapırıq. Ona görə də ümumi 90 dərəcədirsə, 30 dərəcəsini B ilə S arasında qalan bucaqdırsa, deməli B ilə normal arasında qalan bucaq 60 dərəcədir. Yəni biz 30 dərəcə ilə deyil də 60 dərəcə ilə işləməliyik. 90-dan bizə verilən 30 dərəcə bucağı çıxmalıyıq. Düsturumuz isə belədir. Fi bərabərdir BS kosinus 60 dərəcə. Radius verdiyinə görə S-in yerinə pi kvadrat yazırıq, vururuq kosinus 60 dərəcə. Verilənləri yerinə qoysaq 0,8 vurulsun 3, radiusu 0,5 metrin kvadratı 0,25 vurulsun kosinus 60-ın da yerinə 2də 1. Bunu hesabladığımız zaman eləyəcək 0,3 Weber. İkinci sualımız S variantı olacaq. Sual 3. Üfüqi səth boyunca hərəkət edən cismə təsir edən sürüşmə-sürtünmə qüvvəsinin istiqamətini göstərin. Sürüşmə-sürtünmə qüvvəsi bir cisim digər cisim üzərində hərəkət edən zaman yaranır və hərəkətin əksinə doğru yönəlir. Ona görə cavabımız 2 olacaq. Cisim bu istiqamətdə gedirsə, sürtünmə qüvvəsi hərəkətin əksinədir. Üçüncü sualımız S variantı olur. Dördüncü suala keçirik. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə müəyyən olunur? Mərkəzə qaçma təcillərinin düsturunu yazsaq, A bərabərdir omega kvadrat R, A bərabərdir omega V və A bərabərdir V kvadratı bölünsün R. 4D bəndi. 5. Dəyişən cərəyanın tezliyi 2 dəfə azalanda dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv, tutumu və induktiv müqavimət, aktiv, induktiv və tutum müqavimətləri soruşur bizdən. Aktiv müqavimətli dövrədə dəyişmə yoxdur. Aktiv müqavimətli dövrədə qabaqlama, qol kəsmə kimi söhbətlər də yoxdur. Ona görə aktiv dəyişməz. Tutum müqavimətindən danışsaq, XC bərabərdir 1 bölünsün omega C. Burada isə bizə tezliyi 2 dəfə azalt deyir deyə omeganın yerinə 2 pi nü yazırıq, vururuq C-yə. Və tezlik azalırsa, onda tutum müqavimət artar. Çünki XC ilə nü tərs asılıdır. Lakin induktiv müqavimət XL bərabərdir omega L. Biz də omeganın yerinə 2 pi nü yazıb elə vursaq, tezliyi əgər ki azalırsa, onda XL də azalar. Ona görə induktiv müqavimət isə 2 dəfə azalar. 5-ci sualımız olacaq A variantı. Sonra keçirik 6-cı sualımıza. Düşən işığın intensivliyini 9 dəfə artırsaq, fotoelektronların maksimal sürəti necə dəyişər? Burada fotoeffektin birinci qanunu bilmək lazımdır. Stoyatovun birinci qanununa görə düşən işığın intensivliyi yalnız doyma cərəyanından və saydan asılıdır. Ona görə də intensivlik 9 dəfə artırılarsa, yalnız doyma cərəyanı və say 9 dəfə artırılar. Qalan heç bir şey dəyişməz. 7. Voltmetrin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? 4 dənə cihaz var ki, bunların iş prinsipi amper qüvvəsinin təsirinə əsaslanır. Bunlar ampermetr, qalvanometr, voltmetr və ucadan danışandır. Bunların iş prinsipi amper qüvvəsinin təsirinə əsaslanır. Əgər ki, cavabda amper qüvvəsinin təsiri yoxdursa, amper qüvvəsi axı cərəyanlı naqil və yaxud da cərəyanlı çərçivəyə təsir göstərirdi. Ona görə də cərəyanlı naqil və yaxud da cərəyanlı çərçivə sözünü mütləq orada görməlisiniz.
7 B variantı. 8. Bir cins maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar olmaqla üfüqi yerləşmiş uzunluğu 0,2 metr və kütləsi 1004 kiloqram olan düz naqildəki cəryan şiddəti 10 amperdir. Deyir, ağırlıq qüvvəsi ilə amper qüvvəsi bir-birini tarazlaşdırması üçün. Uşaqlar, amper qüvvəsi ağırlıq qüvvəsini tarazlaşdıra bilməsi üçün amper qüvvəsi ağırlıq qüvvəsinə bərabər olmalıdır. Ona görə də IBL bərabər olmalıdır MJ-yə. Buradan isə induksiyanı istədiyinə görə B-ni tapsaq, olacaq IL məxrəcdə, MJ sürətdə. MJ-yə vursaq, 1000-də 4-ü 10-a vursaq 0,4, I 10-dur, L-də 0,2-dir. Vursaq eləyəcək 2. Bunu da ixtisar eləyəndə eləyəcək 0,2. 8-ci sualımız C variantı. Keçirik 9-cu sualımıza. Şəkildə yaya bərkidilmiş cismin harmonik rəqsləri zamanı yükün kinetik enerjisinin potensial enerji asılılıq qrafiki verilmişdir. A nöqtəsinə uyğun potensial enerjini hesabla. Baxın, tam enerji 1,8-dirsə, onda deməli, potensial da 1,2 olmalıdır ki, biz 1,2-nin üstündən 0,6-nı gələndə, yəni tam enerji ikisinin cəmi olduğuna görə YK üstə gəl Y potensial 1,8-i ala bilək. Yəni 1,2-ni 0,6 ilə toplayanda tam enerji 1,8-i ala bilək. Ona görə 9-cu sualımızın cavabı B variantı olur. Keçirik 10-cu sualımıza. İnduktivliyi dəyişdirmədən L konstant qalmaq şərti ilə konturdakı cəryan şiddətini necə dəyişmək lazımdır ki, I sual, maqnit sahəsinin enerjisi 16 dəfə artsın. Maqnit sahəsinin enerjisini yazsaq, dubli maqnit bərabərdir L kvadratı bölünsün 2 düsturuna əsaslanaraq deyə bilərik ki, L dəyişmir, dubli I-dən kvadratik düz asıldı. Ona görə də dublinin 16 dəfə arta bilməsi üçün cəryan şiddəti 4 dəfə artmalıdır. 4-ün də kvadratı 16 dəfə artıracaq dubli maqniti. 10-cu sualımız olacaq A variantı. 11. Cismin sürətinin proyeksiyasının zamanın asılılıq qrafiki şəkildəki kimidir? Qrafikin hansı, deməli, yer dəyişmənin proyeksiyasının asılılıq qrafikini ifadə edir? Baxın, bilirik ki, birinci hissəsində cisim düz xətli, bərabər sürətlə hərəkət edir. X oxun əksinə. Ona görə ST-dən X oxun əksinə düz xət şəklində düşür. Bu hissəsini götürürük. Bu hissəsində isə V bərabər mənfi V0 üstə gəl AT. Cisim X oxunun əksi istiqamətində yavaşlayır. X oxunun əksi istiqamətində yavaşlayanda ikinci hissəsi B variantına uyğun gəlir. 11-ci sualımız B variantı olur. 12. İçərisində gümüş nitrat məhlulu olan elektrolit vanna mənbəyə qoşulmuşdur. Elektrodlar arasındakı gərginliyi U-nu 2 dəfə azaldanda müəyyən müddətdə katod üzərində ayrılan gümüşün kütləsi necə dəyişər? Elektrolitin müqaviməti sabitdir. Yəni R konstantdır. Təbii ki, burada Faradayin elektrolitlər üçün verdiyi düsturunu yazsaq, M bərabərdir K vurulsun Q. Q-nün yerinə I vurulsun T yazarıq. Daha sonra isə I-nin də yerinə U bölünsün R düsturundan istifadə edərik. Deməli, K sabit, zaman sabit eynidir, R-i sabit veribdir. Bu düstura əsasən MU-dan düz asılıdır. Ona görə də əgər gərginlik 2 dəfə azalarsa, bu zaman gümüşün kütləsi də 2 dəfə azalar. 12 A variantı olar. Keçirik 13-cü sualımıza. İzotermik prosesə hansı qrafiklər uyğundur? Bilirik ki, izotermik prosesdə temperatur sabit qalır. Temperatur sabitdir, 3 düzdür. Bir də ki, PV bərabərdir M bölünsün MRT. Zaten bundan bu sabit kəmiyyətlərdir. Proseslərin hamısı verilmiş kütləli qaz üçün ödənilir deyə M də sabitdir. Onda baxın, əgər biz T-yə sabit desək, P ilə V tərs asılı olar. Ona görə 1 də düzdür. Cavabımız olacaq 1, 3. Elə 1, 3. 13-cü sualımızın cavabı C variantı olar. Məsələn, ikinci proses izoxordur, həcm sabitdir. Burada PV bərabər T-dən V ilə T sıfırdan keçirsə P sabitdir, 4 izobardır. 5 də həmçinin P sabit qaldığı üçün izobar prosesdir. 14. Qarşılıqlı təsirdə olan iki cisim qapalı sistem təşkil edir. Birinci cismin impulsu P1 bir istiqamətində olarsa, ikinci cismin impulsu P2 hansı istiqamətdə olar?
Qapalı sistem təşkil edən impulsların cəbri cəmi sabit qalır. Ona görə P1 bir istiqamətində gedirsə, P2 də buna əks istiqamətdə getməlidir ki, əks istiqamətdə bir-birlərini aparsınlar və dəyişməsinlər. Ona görə 14-cü sualımızın cavabı Y variantı olar. Qapalı sistem olduğu üçün, baxın, impulsun sabit qalması üçün yuxarı aşağı, biri yuxarı gedirsə, o birisi mütləq aşağı getməlidir ki, bunlar bir-birlərini aparsınlar və impuls dəyişməz qalsın. 15. Monoxromatik işıq dalğası sındırma əmsalı böyük olan mühitdən sındırma əmsalı kiçik olan mühitə keçir. Hansı ifadələr doğrudur? Demək, sındırma əmsalı böyükdən sındırma əmsalı kiçik olan mühitə keçir. Sındırma əmsalı azalırsa, sındırma əmsalı bucaqla, sürətlə, dalğa uzunluğundan tərs asılıdır. Hətta bunu Snellin qanununa əsasən desək, sinus alfa bölünsün sinus qamma, n2 bölünsün n1, lakin V1 böl V2 bir də dalğa uzunluğu 1 bölünsün dalğa uzunluğu 2. Yəni sındırma əmsalı tərs asılıdır hər şeydən burada olanlardan. Əgər ki sındırma əmsalı azalırsa dalğa uzunluğu artır. Lakin yadınızda qalsın, bir mühitdən digər mühitə keçiriksə period və tezlik dəyişə bilməz. Ona görə səhv cavablar çıxanda cavab qalacaq. Dalğa uzunluğu artar, tezlik isə sabit qalar. Yalnız 1. 16. Neytronların artma əmsalının hansı qiymətində zəncirvari nüvə reaksiyası dayanar? Zəncirvari nüvə reaksiyası K böyükdür 1 olanda sürətli gedir, K 1-ə bərabər olanda stasionar gedir, K 1-dən kiçik olanda isə nüvə reaksiyası sönür. Ona görə də bizə reaksiyanın sönməyini istəyirsə, biz burada götürəcəyik 0,9-u. Yəni 16-cı sualımız D variantı olacaq. Keçirik 17-ci sualımıza. 17-ci sual proqramdan çıxarılıb 2018-dən bəri 19-a keçdik, 18-ə keçdik daha doğrusu. Kütləsi 200 qram, yəni 0,2 kiloqram olan cisim həcmi 5 desimetrin kubu, yəni 5 vurulsun, 10 üstü -3 metrin kubu olarsa cismin sıxlığını hesablayın. Cavabları kiloqram böl kub metrdən istədiyinə görə çevirmə edirik. Rho bərabərdir M bölünsün V. 0,2-ni 5, 10 üstü -3-ə bölürüksə, bu eləyir 200 bölünsün 5. Bunu hesabladığımız zaman isə cavab eləyəcəkdir 40. Cavab C variantı olacaq 18-ci sualda. 19-a keçirəm. Yadınıza saxlayın, heç cümləni oxumadan xüsusilər heç nədən asılı deyirlər. Xüsusi yanma, xüsusi ərimə, xüsusi buxarlama, hətta xüsusi sözü gördünüzsə bilin ki, dəyişmir. 19-cu sualımız A variantı olur. 20. Sıxlıqları mayenin sıxlığından kiçik olan 3 eyni həcmli kürə şəkildəki kimi iplə qabın dibinə bağlanıb. İplərdəki gərilmə qüvvələrinin modullar arasındakı münasibət T1, T2, T3 olarsa kütlələri müqayisə edin. Baxın, düşünün ki, suyun dibindən bir çox yüngül bir cisim bağlanıbdır. Bir də çox ağır bir cisim bağlanıbdır. Bu dəqiqə bunun gərilmə qüvvəsi yuxarı doğrudur. Deməli, kütləsi az olmalıdır ki, bunun gərilmə qüvvəsi çox olsun. 100 kiloqram deyək də buna. 100 kiloqram olsa bu batacaq suyun dibində. Yəni bunun gərilməsi olmayacaq. Amma yüngül bir cisim, məsələn 1 kiloqramlıq bir cisim, bunun kütləsi az olduğu üçün yuxarı qalxmağa çalışır. Ona görə də kütləsi, gərilməsi çox olanın, deməli kütləsi yüngül cisimdir ki, yuxarı doğru qalxmaq istəyir. Ona görə də biz gərilmənin tamamilə əksi cavabı götürürük, Y variantı. Amma burada bir məsələ var ki, əgər bu cisimlər deyək ki, suyun üstündən bağlanıblarsa, aşağıya doğru asılıblarsa, onda kütləsi məsələn çox olan, deyək ki, bu 100 kiloqramdır. Bu aşağı daha çox asılacaqdır deyək. Bunun gərilməsi daha çox olacaq. Yəni suyun üstündən bağlananda gərilməsi çox olanın kütləsi çox olur. Lakin bu suyun dibindən bağlandığına görə kütləsi çox olan batır, kütləsiz olan yuxarı qalxmaq istəyir, yuxarı dartınır. Ona görə suyun dibindən bağlananda gərilməsi çox olanın kütləsi daha az olur. Bu şəkildə yadda saxlaya bilərsiniz. Davam edirik 21-ci sualdan. Hansı qrafik rəqs konturundakı sərbəst rəqslərin periodunun kondensatorun lövhələri arasındakı məsafədən asılılığını ifadə edir? Demək, T bərabərdir 2pi kökün altında LC. Rəqs konturunda Thomson düsturunu yazırıq. O da 2pi kökün altında L-i yazıb C-nin yerinə müstəvi kondensatorun tutumunu yazsaq. Epsilon 0, epsilon S bölünsün D.
Buradan da göründüyünə görə period məsafədən kökün altında tərs asılıdır. Ona görə 21 Y variantı olacaq. 22. Kondensatorların enerjiləri arasında hansı münasibət doğrudur? Bunu tutub açsaq, təbii ki, şəkli sadələşdirsək, görürük ki, bu paralel deyil, ardıcıldır. C1 C'dir, C2 də bizə veribdir 3C. Ardıcıl birləşmə olduğuna görə bunun üstündən yazırıq. Bilirsiniz ki, paraleldə U, ardıcılda Q sabit qalır. Ona görə də biz dublinin içərisində Q olan düsturunu mütləq yazmalıyıq. Dubli də bərabərdir. Q kvadratı bölünsün 2C düsturundan istifadə edirik. Ardıcıl birləşmədə Q sabit, dubli C-dən tərs asılıdır. Dubli 1 bölünsün dubli 2 bərabərdir. C2 bölünsün C1. Dubli 1-i saxlayıram, dubli 2-ni də saxlayıram. C2-nin yerinə 3C, C1-in də yerinə C yazıb ixtisar eləsək, olacaq dubli 1 bərabər 3 dubli 2-yə. Yəni 22-ci sualımız Y variantı. 23. Xüsusi müqamətin vahidi hansıdır? R bərabərdir. Rho vurulsun, L bölünsün S-də. Rho xüsusi müqamətdir. Rho-nu tapsaq, RS bölünsün R. R-i deməli, RS bölünsün L. R-in vahidi ohm, S-in vahidi sahə olduğu üçün metr kvadrat, L-in də vahidi metrdir. Bununla bu ixtisar gedəcək, qalacaq ohm vurulsun metr. Deməli, xüsusi müqamətin vahidi ohm vurulsun metrdir. Davam edirik 24-cü sualımızla. R radiuslu yüklənmiş keçirici kürənin elektrik sahəsinin potensialının kürənin mərkəzindən olan məsafədən asılılıq qrafiki hansıdır? Yadınızda saxlayın, kürədən danışanda kürənin içərisində elektrik sahəsinin intensivliyi 0, elektrik sahəsinin potensialı isə sabit qalır. Ona görə də birinci, kürənin içərisində görürsünüz fi sabitdir. Ona görə kürənin içərisində fini sabit götürürük. Sonra ondan müəyyən bir məsafədə isə fi bərabərdir. KQ bölünsün epsilon R düsturuna görə fi R-dən tərs olur deyə, digər tərəfində isə tərs asıllıq götürürük. Ona görə də birincisi sabit, sonra tərs, yəni B variantı. Təkrar çəkirəm. Deməli, kürənin içərisində Y0, fi isə konstant olur. Ona görə. Çölündə niyə tərs oldu? Çünki çölündə fi bərabərdir. KQ bölünsün epsilon R düsturuna görə fi R-dən tərs asılı oldu. 25-ci suala baxırıq. Düzxətli hərəkətdə cismin yer dəyişməsinin modulunun zamanın asılılıq qrafiki verilmişdir. İfadələrdən hansı doğrudur? Baxırsınız ki, S-dən kvadratikdirsə təcilli hərəkətdən söhbət gedir. Təcilli hərəkətdə sürət dəyişir, sabit deyil. Lakin bərabər təcilli hərəkətdə qüvvə ilə təcili var və sabitdir. Qrafikdə yuxarı getdiyinə görə müsbətdə sabitdir. Təcil sabitdir və sıfırdan fərqlidir. Qüvvələrin əvəzləyicisi sabitdir və sıfırdan fərqlidir. Doğru cavabımız 2 və 3 Y variantı olacaq.